Hardayam ökməli qov yolundayam. Bir dənə Megastarın arxasında 10 sotun içində kupçalı 2 ev plus bir dənə də ev tikmək üçün icazə alınıb. Kim istəsə tikə bilər düz o tərəfə. Yəni 10 sotun içində şəxsi tikili evdir. Yəni yayın yarışlaması. Burada güllər, sağ tərəfdə də söyüd ağacları da hamısı bu evə məxsusdur. Yəni çox böyükdür də. Yəni böyük vaxtlaranlar üçün ideal variantdır. Şəhərdə bir dənə 2 otaq qiyməti nədir? Yəni qiymət əla, evin özü əla. Baxın, ayrıca burada bax kimdə saxlayıb. Plus burada da bir dənə ev tikmək üçün icazəsi alınıb. Tam sənədli, qayda qanunun hər şey qaydasındadır. Buradan gəldi. Baxın, cürbəcür ağaclar əkilib. Yəni orada da elə bağı var ayrıca. Hamısını çəkəcəm. İndi biraz vaxt aparacaq. Amma çəkib göstərəcəm hamısını. Bura baxın, altı qarajdır. Üst düzəldi, monolit beton. Burada banka, balon yığmaq üçün yeri. Aşağı bir şkatur olunub. Bura padval kimi gedir. Aşağıda yay mətbəxti kimi də düzəldib. Yəni özünə tikib deyə hər şeyin yaxşısından istifadə olunub. Bu bir ev 4 otaqdır. Bir ev 3 otaqdır. İçindən də heç nə götürmür. Hamısı qalacaq evin içərisində. Bir evin birinci evdən tanış olaq. Koridordur. Burada da əldamı kimi yeri var. Hamam ayrı, sanuzel ayrı. Hamam ayrı, sanuzel ayrı. Evet. Burada çamaşırxana kimi nəzərdə saxlayıb. Burada bir dənə gəldi, bir dənə burada yataq otağıdır. Yəni ölçülər yaxşıdır. Yəni kombisinə görə hər şey mövcuddur. Görürsünüz. Buradan gəldi. Burada da bir dənə böyük zalıdır. Qoşa daşdır. Kondisionerə qədər hər şeyi var. İçində də nə var? Hamısı qalmaq şərti ilə satır. Buradan da gəldi. Bir dənə də burada yataq otağıdır. Görürsünüz. Hər şey tam qaydasındadır. Buradan da gəldi. Bir dənə də burada yataq otağıdır. Yəni içəridə gördükləriniz hamısı deyəcəyim qiymətə daxildir. Yəni bunlar hamısı qalacaq. 2-3 dənə lampoçka lazım olacaq prosta. Burada da mətbəxdir. Yəni görürsünüz mətbəx öyründə yaxşılardandır. Qalxaq ikinci evdən də tanış olaq. Yəni ev böyükdür. Yəni böyük vaxtlaranlar üçün ideal variantdır. Buradan gəldik. Bu evin də ayrıca bağı var. Elə bir o ev içində ayrı bağ çıxardı. Burada da ayrıca bağı var. Evlərin böyür başına fırlanmaq olur. Burada da baxın ayrıca bağıdır. Baxın burada 18 tonluq su basenasına qədər hər şey var. Qaz, su, işıq, mərkəzi kanalizasiya hamısı mövcuddur. Evin bir dənə çöldən sizə görünüşünü göstərim. Bax kolonlardır. Hər tərəfdən kolonla tikilib. Yəni həyətində cürbəcür ağaclar, alça ağacları. Yəni nə axtarsın var da yəni. Ev böyüdü, gəz gəl. Sonra dərərsən, gəl. Buradan da gəldi. İkinci ev. Balkonla elə nəyisin deyər. Oturub şəhəri seyr eləmək. Balkonla. Bunda altı var, bunda altı qarajdır. Baxın, panoraması çox gözəldir. Yoldan çox böyük məsafəsi yoxdur ya. Amma ev özü müdür yerdə deyə panoraması çox gözəldir. Yəni qalxaq. Burada oturub ayrıca çay çörək yeməyə yeri var. Bura balkonudur. Yəni görürsünüz də 2 ev plus 10 sot torpaq. Burada torpağın sotu elə kupçalı görürsünüz neçədir. Yəni qiymətinə görə gözəl variantdır. Qiymət haqqında məlumat verim, sonra keçim olursa evdən tanış edeyim sizə. Qiyməti 170 minə deyir. Real puldan gəl. Necə daşın üçün özünüz danışarsınız. Yəni gəldi. Buradan gəldi. Burada da ayrıca çamaşırxana kimi yeridir. Tamam, sanuzelidir. O da tam. Bildim. Buradan da gəldi. Burada bir dənə zalıdır. Bu nə əşyalar görürsünüz, yenə deyirəm. Tam əşyalı 10 sotda 2 ev plus bir dənə də evlik yeri tam sənəddir. Buradan da gəldim. Bir dənə də yataq otağı buradadır. Bunun da ölçüsü yaxşıdır. Görürsünüz də. Buradan da gəldik. Gəz-gəz qutarmır.
Burada da bir dənə yataq otağıdır. Bunun da ölçüsü yaxşıdır. Yəni ev qoşadaşdır, kolonlardan tikilib, hər yanı kolondur, özünə tikib deyə yaxşı da pul qoyub. Yəni əlaqə saxlayın, böyük ev axtaranlar üçün, böyük ailəsinizsə, bir dənə də burada mətbəxi var, plus altda qarajı qaldı, çəkmədim. Çox şey var da çəkiləsi, amma gələrsiniz özünüz daha yaxından baxarsınız. Yəni bu qiymətli ev axtaranlar üçün. İndi balaca evlərimiz də var, böyük evlərdə də var. Nələrdə böyük evləri də çəkmək lazımdır ki, elə adam var ki, yəni istəyir ki, böyük ev alsın da. Şəhərdə deyən 2 otaq qiyməti nədir bu evin qiyməti? Əlaqə saxlayın, yoluna qoyaq onu, sağ ol.